Yeni vlogum artıq hazırdır. Bu vlogum 2 hissədən ibarətdir. Birinci hissəni Bakı bulvarından sizləri salamlayıram. 8 noyabra özəl maraqlı belə festival kimi hazırlıq görülürdü. Amma bilmədim nə festivaldır. Daha çox qaçış üzrə festival idi. Nəsə çox maraqlanmadım. Amma az da olsa dedim öz vlogumda yer alsın. Kimlər izləsə, xəbər tutsa, bilsə, kommentarda mənimlə bölüşə bilərlər. Çox fərqli idi, zövq aldım. Burada isə Kristmola gedirdim. Kristmolda Ali və Nino'ya girdim. Orada da biraz yeni illə bağlı artıq aksesuarlar, dekorativ əşyalar satışdaydı. Onları biraz çəkmişəm. Qar kürələri var idi. Sonra isə Kristmolda Rahat markete getdim. Kinder almaq istedim. Yeni çıxan kinderi amma ala bilmədim. Çünki yox idi ya da var idisə alıb bitirmişlər artıq. Müxtəlif fərqli çaylar var idi. Bunların hər birini həm özümə görə çəkmişəm, həm də ki sizə də maraqlı olsa buradan hədiyyəli nümunə kimi götürə bilərsiniz. Bacardığım qədər qiymətlərini də yaxınlaşdırmışam. Çox həqiqətən gözəl idilər. Fərqli və möhtəşəm. Aloe'lərə baxırdım. Aloe və kaktus açdım. Kaktuslardı bunlar. Fərqli qablaşdırılmalarda idi. Çox bəyənirdim bunları. Ümumiyyətlə alıb öz yazı stoluma qoymaq istəyərdim. Amma qiymət baxımından gördüm elə də çox sərf eləmir. Sustum. Ardından elə yanındaca Yuska girdik. Yuskada da bəzi deyəndə ki, demək ki, bütün qab-qacaqların hamısına endirim var idi. Bu fincanı çox bəyəndim. Gələn səfər almağı düşünürəm. Əslində elə də çox şey almadım. Bircə bir dənə yolka üçün iquşkalar götürmüşəm. Onu da indi sizlərə paylaşıram. Bu isə vlogumun ikinci hissəsidir. İkinci hissədə artıq Qubadayıq. Yoldan biraz videolar çəkmişəm. Biz Bakıdan çıxanda Bakı çox yağışlıydı. Demək ki, yağış lesanla birlikdə avtobusa çatmışıq. Amma Qubaya çatanda gördük ki, orada günəş çıxıb. O qədər hava gözəl idi ki. Biz Qubaya əslində qızımın rəqsinə görə getmişdik və gördüyünüz kimi Quba Mədəniyyət Mərkəzini sizlər üçün çəkirəm. Deyim, qoy yadigar qalsın. Biraz gülləri çəkdim oradan. Zəfər gününə əlaqədar olduğuna görə tədbir. Zəfər gününə özəl belə maraqlı kitablar, maketlər var idi. Bizim də öz şairlərimiz, yazıçılarımız hər birini kadra əlavə etmək istədim. Bu isə girişdə qoyulmuşdu. Burada Qubanın tarixi yerləri, Nazlı bulaq, Cənnət bağı. Bunların bəzilərində olmuşam. Aynur, Quba Spa mərkəzi və bu isə Aynur restoranında getmişdik, əyləşmişdik. Oranı biraz çəkdim, kadra saldım. Və payız artıq gəldiyi üçün orada da gördüyünüz kimi payızın gözəlliyini sizlərə ötürmək istəyirəm. Nağıllar aləmidir sanki. O qədər gözəl idi ki. Ümumiyyətlə Qubanı çox sevirəm. Dəfələrlə getməyimə baxmayaraq hər dəfə gedərkən də zövq alıram. Yaya ayrı gözəl, payızı ayrı gözəl. Amma deyərdim payızı daha qəşəngdir. Nağıllar aləmidir sanki. Az öncə dediyim kimi. Bu isə Aynur restoranının həyətində belə fontanlar idi. Gözəl həqiqətən görünürdü. Və belə.